Dinə bağlı insansınız. Dindən Namaz, qorxuram. Mənə böyük imkan oruç. verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikəcək. Hətta bəli. Niyə? Mən ən Dinə böyük mi inanmırsınız, dindarlara mı inanmırsınız? dindarlara inanmıram. Mənə ən böyük zərbələr dindarlar. Neyiniblər ki sizi? Aldadırlar. Ya siz hara, dindarlar hara? Yəni harda İş kəsişir? birliyi. Siz təsəvvür eləyin ki, bir şirkət var idi, onların müqaviləsini gətirib verirəm. O həmin o şəhid ailəsi deyilsən anlanıb. Həmin onun müqaviləsinin başında yazır ki, müqaviləni yazıram Allahın adı ilə. Bismillahirrahmanirrahim. Ya Allah kömək ol. İndi onu gətirib deyək bəndiyar. O müqaviləsini gətirib sizə kopyasını verə bilərəm. Səni alladan adamın kim də alladı? Prokuror da alladı, hüquqşünas da alladı. Ya o Bismillahirrahmanirrahim. Bəli. Bəs o adamlar da gəlir mənim üstümə. Deyirəm, siz biz dini dövlət deyilik. Siz onu Bismillahirrahmanirrahim, Allah kömək ol deyəndə, bilmirdiniz bu qanunsuzdur, düz deyil. Bəs sən hüquqşünassan, sən müstəntiqsən, sən yuristsən. Amma Azərbaycanda son illər dindarlıq çox geniş yayılıb, bilirsiniz yəqin ki. Yəni oruç tutanların sayı O da artır, həccə gedənlərin. ən böyük təhlükədir. Təhlükədir? Bəli. Niyə elə düşünürsünüz? Mən elə düşünürəm. Onlardan, dindən, dövlətə qarşı, insanlara qarşı